Həftəlik bürclər 29 dekabrdan 5 yanvara doğru Qoç şirox atan bürclərini nələr gözləyir? Birinci Qoç şirox atanlardan, qoçlardan başlayıb. Qoçlar bu həftə bir balaca elə bir tarazlığınızı qura bilməyəcəksiniz. İstəklərinizi, fikirlərinizi çatdıra bilməyəcəksiniz. Sanki sizin stabiliyinizi pozan bir özünüzdə güvənsizlik olacaq. Amma qoçlar sizin özünüzdə heç bir zaman güvən cəhətdən problemi olan bürclər siz deyilsiniz. Amma bu həftə elə bir probleminiz olacaq ki, özünüzü qabağa çəkmək, özünüzü aktivləşdirməklə bağlı yarımçıqlarınız həddən artıq çox olacaq. Və bu həftə belə deyim də, həm şəxsi həyatla əlaqədar olaraq ciddi bir sərhəd qoyacaqsınız ki, dərinlik istəmirəm, şəxsi həyata doğru köklənmək istəmirəm, azad olmaq istəyirəm, hər şeyə qarşı məsuliyyətsiz olmaq istəyirəm və başqa insanların fikir və düşüncələrini, təsirlərini istəmirəm kimi bir yanaşmağınız olacaq. Bu həftə bacarırsınızsa, ilin sonunda iş, pul, maddiyyatla əlaqədar gələn təklifləri, maddisal sfera ilə bağlı alqı-satqı, mübadiləni gücləndirməyə məsləhət görür kartlar sizə. Çünki pul cəhətdən daha şanslısınız bu həftə, nəinki şəxsi həyatdan. Çünki şəxsi həyatda o qədər sərhədlər, o qədər suallar, o qədər narahatçılıqlarınız olacaq ki, hansı sferada özünüzü necə düzəldəcəyinizi bilməyəcəksiniz və balansınızı itirəcəksiniz. Həm də ki, qoç qadınlar bu həftədən sonlara doğru o qədər həssas olacaqsınız ki, yəni çox kövrək, hər şeyə qarşı incimiş, özünüzü yalnız formada düşünəcəksiniz və öz fikir düşüncələrinizi toparlayıb bilməyəcəyiniz bir vəziyyətdə olacaqsınız. Bu qoçlara xas bir vəziyyət deyil. Pis həftə deyil, sadəcə olaraq özünüzlə qane olmamağınız, özünüzü aşağı çəkməyiniz və hər şey boşluğa aparmağınız biraz normal yanaşma deyil. Ümumi dəyərləndirsək, qoçlar həftəvizi 73-74%-ə qədər uğurlu edə bilərsiniz. O da maddisal sferavızın, iş, pul, maddiyyatın güclənməsi cəhətdən və yenə deyirəm, təbiətlə əlaqədar, güllərlə, çiçəklərlə əlaqədar bilmirəm, nəsə bir allergik vəziyyət yarana bilər sizdə, nəsə xoşuma gəlməyən bitkilərdən sizə narahatçılıq gələ bilər. Mədə-bağırsaq sisteminizdə fikir verməlisiniz. Şirlərə gələndə şirlər bu həftənin ən uğurlarından biridir, amma danışmasız. Yəni, şirlər danışıq olaraq bu həftə hər şeyi məhv edə biləcək qüvvədə olan insanlardan birincisi sizsiniz. Yenilənmə gəlir, sizə təsirlər gəlir, maddisal təsirlər gəlir, xeyir gəlir, stabiliyinizi quracağınız, iş, pul, maddiyyatla əlaqədar gözləmədiyiniz uğurlarınız olacaq və həyatınızda yeni bir insanların dövriyyəsi başlayacaq və o qədər insanlar sizə kömək eləməyə çalışacaq. Sən narahat olma, mən edərəm, səni qoruyaram, mənəvi, maddi olaraq dəstək olacaq. Amma bu həftə o qədər danışığınız kəskin formada olacaq ki, insanlar sizin daxilinizdəki insanı görə bilməyəcəklər və sizdən uzaqlaşmağa, sizdən zaman çərçivəsinə doğru, boşluğa doğru getməyə başlayacaqlar. İstəkləriniz çox gözəldir, maddisalınız çox gözəldir, şansınız çox gözəldir, şir kişiləri daha çox şanslı olacaqsınız, sevilən bir insan olacaqsınız və ölüm kartı hər zaman transformasiya, yenilənmə, güncəllənmə, yeni məlumatlar, yeni başlanğıclar deməkdir. Bundan istifadə edərək özünüzü çox güclü bir formada düzəldə bilərsiniz. Mükəmməl bir zamana keçirsiniz. Bu ağzımızı riayət eləyə bilsək, 86%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz. Ox atanlar. Həftənin önlərində biz udarla başlayırıq, problemlə başlayırıq. Özümüzlə, sağlamlığımızla, ailəmizlə əlaqədar alacağımız xəbər bizi bir sındıracaq. Cümə axşamından sonra başlayacaq özümüzü toparlamağa. Həm maddisal cəhətdən, həm qadın olaraq, həm kişi olaraq düşüncələrimizi, fikirlərimizi, addımlarımızı düzəldəcəyik. Həftənin sonlarına doğru isə özümüzü bərpa funksiyasına keçəcəyik. Yəni, özümüzü bərpa edib, özümüzü motivasiya edəcəyimiz bir zamana keçəcəyik. Həftənin çərşənbə axşamına qədər yükümüz, gücümüz, problemlərimiz, görməklə bağlı da problemlərimiz olacaq, onlara fikir verməliyik. Həftənin sonlarına doğru isə tam başqa bir insan olacaqsınız. Sanki belə deyim də, xərçəng balıq bürcü olacaqsınız. Həssas, hər şeyi dalğalandırmağa çalışacaqsınız, daxilinizdə hər şeyi analiz etməyə çalışacaqsınız. O xatanlar sizin özünüzü bərpa eləməyiniz zaten fevralın 11-nə qədər davam eləyəcək. Çünki bilirsiniz də, elə bir zamandasınız ki, hər şeyə qarşı həm bədən olaraq, həm də ki, ailə olaraq çox həssas bir məqamda olacaqsınız. Çünki evren sizin enerjilərinizi keçmişin retro enerjilərindən çıxartmağa hələ hazır olmadığınızı düşündüyü üçün keçmiş enerjilərdə saxlayacaq. Ola bilər keçmişlə də bağlı problemləriniz olsun. Beyninizi stabilləşdirin. Beyniniz normadan çox yüklənmiş vəziyyətdədir. Düşünərək biz nəyisə 50% həll edə biləriksə, çox düşünməklə bizim sinirsel olaraq, bədən olaraq bloklarımızı aktivləşdiririk. Buna isə ehtiyac yoxdur, ox atanlar. Ümumi 71%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz.